Bundan sonra ölkəmizin mina probleminin həlli istiqamətində Sülhün Kökləri Təşkilatının da böyük fəaliyyəti olacaq. Təşkilatın təsisçisi və rəhbəri Heydi Köhnün səfərinin əsas məqsədi də ölkəmizdəki mina problemləri ilə yaxından tanış olmaq, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və minalarla çirklənən ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək verməkdir. Təşkilatın qurucusu səfəri çərçivəsində AR24-də müsahibədə verib. Qarabağ minalarla doludur. Bura tutqun və boşdur. Heç təsəvvür edə bilmədiyim bir şeyi görəndə ürəyim parçalandı. Sülhün Kökləri Humanitar Təşkilatının təsisçisi Heydi Köhn minalı ərazilərlə bağlı fikirlərini bölüşərkən belə deyib. O, bir çox minalı ərazilərdə olduğunu, lakin Azərbaycan qədər minalanan sahənin və buradakı dağıntıların miqyasının heç yerdə görünmədiyini bildirdi. Qarabağ, which means black garden. Black garden used to be a beautiful İtaliyanın Padova şəhərində Qarabağ mənasını verən bir yer var idi. Qarabağ torpağın gözəlliklərinin ifadəsi idi. Burada da Qarabağ. Gəlin tarixdə bu məqamdan istifadə edək. İnsanlar şübhə hiss etdikdə ümidsiz olurlar. Onlar xəbərlərdə baş verənləri izləyirlər. Sülhün mümkün olduğuna inana bilmədikləri üçün də özlərini çarəsiz hiss edirlər. Amma tərəfdaşlığımız burada da sülhün köklərini möhkəmləndirəcək və daha da dərinləşdirəcək. Biz bu gözəl Azərbaycan ölkəsində hər bir minanı partlatmaq və məhv etmək üçün lazım olan hər işi görəcəyik. Sülhün Kökləri Humanitar Təşkilatı minaların təmizlənməsi və müharibədən zərər çəkən ərazilərin yenidən qurulması, bərpası sahəsində fəaliyyət göstərir. Təşkilat indiyədək 8 ölkədə vaxtilə müharibə gedən ərazilərdə 100 mindən çox minanın çıxarılmasına nail olub. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək verib. footsteps of innocent children around the world. Dünyada günahsız uşaqların minalara məruz qalmaması üçün bir ana və nənə kimi çalışıram. Mən bütün bu minalanan əraziləri üzümlüklərə çevirmək üçün axtarışdayam. Azərbaycanda olmaqdan da çox qürur duyuram. Bu mənim 11-ci ölkəm olacaq ki, tərəfdaşlıq həyata keçirəcəyik. Bu minalanan əraziləri xariqələrə çevirəcəyik. Sözsüz ki, bunun üçün kifayət qədər pul lazım olacaq. Bu minalar və partlayıcı qalıqları çox baha başa gələn müharibə mirasıdır. Beləliklə, bugün bütün ölkələrə istər hökumətlər, korporasiyalar, fondlar və istərsə də fərdlərə toplaşmaq üçün bir çağırışımız var. Heydi Köhnün minalarla çirklənən əraziləri üzüm bağlarına çevirən Minalardan Üzümlüyə adlı təşəbbüsü dünyada böyük hərəkata çevrilib. Bu təşəbbüs Əfqanistandan kənd təsərrüfatı məhsulları ixracının 2014-cü ildə əldə edilən 250 milyon dollardan 2020-ci ildə 1,4 milyard dollara yüksəlməsinə böyük töhfə verib. I took my first footsteps on the first day of the new millennium. İlk addımlarımı 2000-ci ilin yanvarında Xorvatiyada atmışam. Orada 1,2 milyon mina ilə bir vaxtlar üzüm yetişdirilən torpaqların necə deşik-deşik olduğunu görmək çox təsirli idi. Növbəti mina təcrübəm Əfqanistanda oldu. İqtisadiyyatının 80% kənd təsərrüfatından asılı olan ölkədə 10 milyon mina var idi. Fillərin 1000 ildir ayaq basa bilmədiyi Angolanın mina sahələrini də gəzmişəm. Buradakı vəziyyət heyvanlara, birbaşa ekosistemə təsir edirdi. Yerli əhalinin qida mənbələrinə ziyan verirdi. Mən gənc qız olanda 1960-70-ci illərdə Vyetnam müharibəsinin qızışdığı vaxtlarda Vyetnamda da olmuşam. Qeyd edək ki, Heydi Köhn sülh təşəbbüsləri və mina qurbanlarının cəmiyyətə yenidən inteqrasiya olunmasına yönələn proqramları ilə də tanınır. O, dünyada minalara qarşı mübarizə aparan nadir insanlardan biridir.